Kanalda əvvəlcədən də bildirdiyimiz kimi xüsusilə iyun ayının artıq ikinci 10 günlüyün ortalarından başlayaraq və üçüncü 10 günlük ərzində Qafqazın Cənubi Azərbaycan arasında havanın temperaturunun xüsusilə də iyun ayının əvvəlki günləri ilə müqayisədə daha tez-tez kəskin tərəflərlə gözlənilir. Yəni havanın temperaturunun tez-tez yüksəlməsi və tez-tez aşağı inməsi nəticəsində havanın temperaturunun tez-tez dəyişilməsi fonunda hava şəraitinin də tez-tez dəyişilməsi gözlənilir. Topa yağış buludlarının lokal xarakterli güclü inkişafı fonunda Böyük Qafqaz rayonlarında, Gəncə-Qazax ərazisində, Kiçik Qafqaz rayonları arasında yanğıtların lokal xarakterli qısa müddət ərzində intensiv və lokal güclü olması ehtimalı var. Dolu yağması gözlənilir. Nəticədə ərazidən axan çaylarda iyun ayının ikinci 10 günlüyün ortalarında, yəni 15-16 iyun tarixlərində və üçüncü 10 günlük ərzində ərazidən axan çaylarda sel daşqın hadisələrinin təkrarlanması riski var. Eyni zamanda iqlim dəyişikliyi nəticəsində artıq baş verən qısa müddətli proseslərin daha da güclənməsi, intensivləşməsi və miqyasının intensivləşməsi və güclənməsi artması müşahidə edilir. Yəni topa yağış buludlarının artıq əvvəlki dövrlərdən fərqli olaraq qısa müddət ərzində güclənməsi nəticəsində yağan dolunun diametrinin iri dənəli yağması gözlənilir. Eyni zamanda leysan xarakterli yağışların yağdığı ərazilərdə topa yağış buludları üçün xarakterik olan bir xüsusiyyət də var. Küləklərin də güclənməsi müşahidə edilə bilər. Yəni leysan xarakterli yağışlarla bərabər qısa müddətli fırtına şəklində proseslərin baş verməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. İyun ayının xüsusilə də 15-i axşama doğru və 16-sı gün ərzində Azərbaycanın Böyük Qafqaz rayonlarında, Gəncə-Qazax ərazisində, Kiçik Qafqaz rayonları ərazisində, yəni Azərbaycanın xüsusilə də şimal və qərb rayonlarında yanğıtların lokal leysan xarakterli qısa müddət ərzində intensiv və güclü olması gözlənilir. Şimşək çaxması, dolu yağması, güclü topa yağış buludlarının təsirindən dolunun diametrinin iri dənəli yağması, eyni zamanda küləklərin güclənməsi gözlənilir. Prosesə səbəb isə artıq iyun ayının 15-i günün ikinci yarısından başlayaraq Qafqazın Cənubi Azərbaycan ərazisindən atmosfer cərpəsinin keçməsi nəticəsində xüsusilə də Azərbaycanın dağlıq rayonlarında müşahidə edilən yanğıtların daha da güclənməsi gözlənilir. Yəni artıq iyun ayının 15-i axşama doğru və 16 iyun gün ərzində Azərbaycanın Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmaili, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları ərazisində, Dağlıq Şirvan ərazisində yanğıtların lokal leysan xarakterli qısa müddət ərzində intensiv və güclü olması ehtimalı var. Eyni zamanda küləklərin güclənməsi, dolu yağması və dolunun diametrinin bir qədər iri dənəli yağması, şimşək çaxması gözlənilir. Proses nəticəsində iyun ayının 15-i axşamından 16-sı gün ərzində ərazidən axan çaylarda gürsulluq gözlənilir və lokal xarakterli sel daşqın hadisələrinin təkrarlanmasında artım ehtimalı var. İyun ayının 17-ci gündüz hava şəraiti nisbətən sabitləşsə də, iyun ayının 3-cü 10 günlük ərzində də Böyük Qafqaz rayonları ərazisində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın şimal-qərb rayonlarında, yəni Gəncə-Qazax zonasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, Goranbəy ərazilərində, eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəncan ərazilərində, Füzuli, Cəbrayıl ərazisində, eyni zamanda Naxçıvanın Sədərək, Ordubad, Şahbuz, Şərur ərazilərində də iyun ayının 15-i axşama doğru və 16 iyun gün ərzində hava şəraitinin dəyişilməsi, arabir yağış yağması, topa yağış buludlarının güclü inkişafı fonunda yanğıtların lokal qısa müddət ərzində intensiv və güclü olması, dolu yağması, şimşək çaxması və küləklərin güclənməsi gözlənilir. Proses nəticəsində topa yağış buludlarının daha da güclənməsi, lokal xarakterli supersel buludlarının da formalaşması riski var ki, nəticədə ərazidə yağan dolunun diametrinin bir qədər iri dənəli yağması, leysan xarakterli yağışların qısa müddət ərzində güclü olması ehtimalı var. Eyni zamanda ərazidən axan çaylarda da gürsulluğun artması gözlənilir və iyun ayının xüsusilə 16-sında sel daşqın hadisələrində artım ehtimalı var. İyun ayının 17-ci gündüz hava şəraiti nisbətən sabitləşsə də, iyun ayının 3-cü 10 günlük ərzində hava şəraitinin yenidən Gəncə-Qazax ərazisində, Kiçik Qafqaz rayonlarında və Naxçıvan ərazisində tez-tez dəyişilməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın mərkəzi Aran rayonlarının Kürdəmir, Yevlax, Ağcabədi, Ucar, Bərdə, Beyləqan, Sabirabad, Saatlı, Sələn, Neftçala, Biləsuvar ərazilərində də iyun ayının 15-i axşama doğru, xüsusilə də 16 iyun gün ərzində havada buludluluğun artması gözlənilir.
Azərbaycanın şimal-qərb, qərb və cənub qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının mərkəzi Aralıq rayonları arasında da daxil olması riski var ki, nəticədə iyun ayının 16-sında havanın dəyişilməsi, şimşək çaxması, qısa müddətli leysan xarakterli yağış yağması, lokal dolu yağması ehtimalı da var. Eyni zamanda leysan xarakterli yağışların yağdığı ərazilərdə küləklərin də güclənməsi gözlənilir. İyun ayının 17-ci gün ərzində hava şəraiti nisbətən sabitləşəcək, lakin iyun ayının 3-cü 10 günlük ərzində Azərbaycanın şimal və qərb rayonlarının keçməsi gözlənilən topa yağış buludlarının bəzi hissələrinin də lokal xarakterli mərkəzi Aralıq rayonları arasında da keçməsi ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lənkəran arasında iyun ayının 15-i axşama doğru və 16 gün ərzində havada buludluğun artması, xüsusilə də Cəlilabad, Yardımlı, Lənkəran və Astaranın dağ kəndlərində lokal qısa müddətli şimşək çaxması, yağış yağması ehtimalı var. Azərbaycanın qərb və cənub qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının bəzi hissələrinin də Azərbaycanın Yardımlı, Lənkəran, Astara və Cəlilabadın dağ kəndləri arasından keçməsi nəticəsində ərazidə lokal qısa müddətli leysan xarakterli yağışların yağması, dolu yağması ehtimalı da var. İyun ayının 17-ci günü hava şəraiti nisbətən sabitləşəcək, lakin iyun ayının 3-cü 10 günlük ərzində ərazidə yenidən hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı, Abşeron, Sumqayıt ərazisində iyun ayının 15-dən artıq başlayaraq havanın temperaturunun ötən günlərlə müqayisədə aşağı enməsi gözlənilir. Şimal küləklərinin bir qədər güclənməsi ehtimalı var. Xüsusilə də iyun ayının 16-sında havanın temperaturunun bir qədər də aşağı enməsi, yəni havanın nisbətən sərinləşməsi gözlənilir. Şimal küləklərinin arabir güclənməsi ehtimalı var. Havada buludluğun lokal xarakterli artması ehtimalı var. Azərbaycanın şimal və qərb rayonlarında formalaşması gözlənilən topa yağış buludlarının bəzi hissələrinin Abşeron, Bakı arasına daxil olması riski var. Bu risk daimi olaraq izlənilir. Proses nəticəsində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq. İyun ayının 17-ci gündüz saatlarında Bakı, Abşeron, Sumqayıt arasında havanın nisbətən sabitləşməsi gözlənilir. Lakin iyun ayının 3-cü 10 günlük ərzində Sumqayıt, Bakı ərazisində hava şəraitinin yenidən dəyişilməsi, xüsusilə də şimal küləklərində iyun ayının 3-cü 10 günlük ərzində tez-tez arabir güclənməsi riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.